20 iyul həftənin bazar ertəsi günüdür. Sabahlarınız hər zaman xeyirə açılsın, hörmətli Telesəhər izləyiciləri. 2 saatlıq efirimizə başlayırıq. Studiyada mən Təranə və əziz həmkarım İskəndərdir və 2 saat boyunca elə komandamızın araşdırdığı mövzuları sizə təqdim edəcəyik. Əlbəttə ki, həftə sonu idi, hər kəs istirahət etdi, amma istirahət etdiyimiz qədər də çalışmaq çox önəmlidir. Bizə həm motivasiya verir, həm uğur qazandıqca özümüzü daha yaxşı hiss edirik. Yeni həftədə hər kəsə uğurlar arzusuyla başlayırıq. Bəli, hörmətli Telesəhər tamaşaçıları, ona görə də əgər bu həftə hər hansısa bir səyahət planlayırsınızsa, onu düzgün planlayın və icra edin ki, cibinizə qənaət edəsiniz. Hörmətli Telesəhər tamaşaçıları, adətən hər kəs şikayətlənir ki, ay yox, səyahət etmək üçün müəyyən bir büdcə lazımdır, amma müəyyən bir büdcə çərçivəsində belə istirahət etmək mümkündür. Mütəxəssislər və tur operatorlar xüsusilə qeyd edir ki, hər kəs siz erkən rezervasiyadan istifadə etsəniz, 30-40%-ə qədər indirim belə əldə edə bilirsiniz və onu da qeyd etmək lazımdır. Həftə içi səyahət həftə sonundan daha ucuz olur. Bax, bunları bilin, eşidin və çalışın ki, siz də səyahət edəsiniz. Bəli, tur paket təqdim edən şirkətlərə müraciət edənlər də var. Travel blogerlər var ki, onlar da uyğun formada səyahəti elə planlaya bilirlər. Amma elə insanlar var ki, xüsusi bacarığı var, onlar elə özləri səyahətini planlamağı bacarır. Yay mövsümündə hər kəsin müxtəlif istirahət planları olur. Kimi səyahətə çıxır, kimi əyləncə məkanlarına üst tutur. Ancaq hər kəsin bunlara ayıracaq fərqli büdcəsi olur. Bəs az məbləğlə keyfiyyətli və əyləncəli bir gün keçirmək mümkündürmü? Elə bunu birlikdə öyrənəcəyik. Bir çoxları tətil planlarını büdcəsinə uyğun qurmağa çalışır. Əslində isə düzgün planlaşdırma ilə kiçik büdcə də maraqlı istirahət üçün kifayət eləyə bilər. Teatr olur, endirimlərdən yararlanıram. Ailə ilə çıxıramsa, uşaqlarla, valideynlərimlə, belə deyək, çıxıramsa 100-150 manat civarında xərcləyərəm. Amma əgər tək çıxaramsa, hardasa bir 30-50 manat civarında bəs edir. Parkı gözəl olanda, təmiz olanda heç ehtiyac yoxdur çoxlu pul xərcləməyə. Adi elə insanla oturub, mehriban söhbət eləmək ən böyük istirahətdir məncə. Mən 18 yaşdan yuxarı şagirdləri müsahibə ilə götürülən Yay Fest haqqında bilirəm. Bu il də istəyirəm ki, müsahibələrində iştirak edib Yay Festə qoşulum. Həm də ödənişsizdir. Yay mövsümlərində pulsuz çimərliklərdən istifadə edirəm. Bir də bahalı qidalardan istifadə etmirəm. Dostlarla çıxıb gəzəndə, oturanda bir arsa 50 manat civarında çıxır hardasa. Tutaq ki, istirahətimiz üçün cəmi 20 manat büdcəmiz var. Görəsən bu məbləğlə istədiyimiz məhsulları ala və maraqlı gün keçirə biləcəyimi? Market tətbiqinə daxil olub, həmin büdcəyə uyğun alış-veriş səbəti hazırladıq. Su, meyvə, kiçik qəlyanaltılar. Gördüyünüz kimi alış-veriş edərkən qiymətləri müqayisə etmək və əvvəlcədən siyahı hazırlamaq artıq xərclərin qarşısını almağa kömək eləyir. Alış-veriş edərkən həm bank məhsullarından bu istiqamətdə istifadə edərkən birinci növbədə onun səmərəliliyini, effektivliyini ölçməyi bacarmalı. Yəni bu məhsul mənə lazımdırmı, bunun ödənişini edə biləcəmmi? Ümumiyyətlə bu məhsul digər mağazada, digər mağazalar şəbəkəsində hansı qiymətə təklif olunur? Günlük limit müəyyən etmək, endirim və kampanyalardan yararlanmaq, ödənişsiz istirahət məkanlarına üstünlük verməklə də büdcənizə qənaət etmiş olarsınız. Jalə Gözalova, Zahir Həşimov, Sabir Şəhvələdov, Telesəhər. Və səyahət edərkən də çalışırıq ki, əgər hər hansısa bir dili bilmiriksə, tərcüməyə müraciət eləyək. Amma tərcüməni biz xüsusi süni intellektlə çalışan proqramlardan istifadə edərək öyrənirik və belə bir sual yaranır. Ümumiyyətlə, bax, tərcümə proqramlarında tərcümə edirsinizmi, güvənirsinizmi o tərcüməyə? Yazın bizə 050-245-37-17 bizim WhatsApp nömrəmizdir. Biz sizin SMS-lərinizi oxuyacağıq. Proqramlar, mobil tədbiqlər əlbəttə ki, çoxdur və xarici dil öyrənmək istəyənlər də süni intellekt vasitəsilə hətta danışığı aparan elə proqramlar da var ki, asanlıqla dil biliklərimizi inkişaf etdirə bilirik. Bəs tərcümədə necə? Elə tərcümələr var ki, mətnlər ciddi rəsmi formadadır və bununla eyni zamanda istifadə edənlər də var belə proqramlardan. Siz də bizə fikirlərinizi yazın, göndərin. 050-245-37-17 WhatsApp nömrəsinə və səyahəti çox yaxşı planlayan bürclər də var, yeri gəlmişkən bunu qeyd eləyək. Elə 4-cü yerdə dolça bürcləridir. Səyahət etməyi də sevirlər, ünsiyyət qurmağı da azad ruhlu olduqları üçün tez-tez səyahətə üstünlük verirlər. Tərəzilər 3-cü yerdədir. Eyni zamanda buğalar
və oğlaqlar çox yaxşı planlama səyahət planlama. aparıb, Bəli. uyğun büdcə ilə elə planlaya bilirlər. Olur, bəli. Çünki adətən o bürcün nümayəndələrində o xüsusiyyət var ki, onlar ünsiyyətçildirlər, planlamanı sevirlər. Siz də səyahət edin, çalışın ki, bax elə az bir büdcə ilə belə səyahəti bacarasınız. Biz isə Ulduzlar deyir ki, rubrikasına keçək və baxaq bizim nümayəndələrimiz nə gözləyir. Qoç, bugün yeni layihələri reallaşdırmaq üçün əlverişli zamandır. Qarşınıza çıxan fürsətləri vaxtında dəyərləndirməyə çalışın. Axşam saatlarında xoş bir görüş əhvalınızı yüksəldə bilər. Buğa, səbirli və düşünülmüş addımlarınız uğur gətirəcək. Maliyyə məsələlərində qənaətli davranmaq faydalı olacaq. Ailə üzvləri ilə səmimi söhbətlər sizə müsbət enerji verəcək. Əkizlər, ünsiyyət bacarığınız sayəsində diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlar gələcəkdə faydalı əməkdaşlığa çevrilə bilər. Tələsmədən verilən qərarlar daha uğurlu olacaq. Xərçəng, daxili hissləriniz bugün sizə doğru yol göstərəcək. Ev və ailə ilə bağlı xoş yeniliklər yaşana bilər. İstirahətinizə də vaxt ayırın. Şir, özünüzə olan inamınız uğurlarınızı artıracaq. İş həyatında yeni imkanlar qarşınıza çıxa bilər. Sevdiklərinizdən alacağınız dəstək sizi daha da ruhlandıracaq. Qız, planlı və diqqətli olmağınız bütün işlərdə üstünlük qazandıracaq. Yarımçıq qalan məsələləri tamamlamaq üçün münasib gündür. Sağlamlığınıza diqqət yetirməyi unutmayın. Tərəzi, münasibətlərdə qarşılıqlı anlayış və harmoniya güclənəcək. Yaradıcılıq tələb edən işlərdə uğurlu nəticələr əldə edə bilərsiniz. Günün sonunda xoş xəbərlər almağınız mümkündür. Əqrəb, qətiyyətiniz sayəsində çətin görünən məsələləri həll edəcəksiniz. Maliyyə sahəsində yeni imkanlar yarana bilər. Sakit və təmkinli davranış sizə üstünlük qazandıracaq. Oxatan, nikbinliyiniz ətrafınızdakı insanlara da müsbət təsir edəcək. Yeni layihələr və maraqlı görüşlər gözlənilir. Qida rejiminizə diqqət yetirin. Oğlaq, məsuliyyətli yanaşmanız iş həyatında uğur gətirəcək. Uzun müddətli planlarınızla bağlı mühüm addımlar ata bilərsiniz. Axşam saatlarını istirahətə ayırmaq sizə yaxşı təsir edəcək. Dolça, yeni ideyalarınız maraqlı imkanların qapısını aça bilər. Dostlarla ünsiyyət sizə ilham verəcək. Dəyişikliklərə açıq olmaq uğurlu nəticələr vəd edir. Balıqlar, güclü intuisiyanız doğru qərarlar qəbul etməyə kömək edəcək. Yaradıcılıq və ilham tələb edən işlərdə uğur qazanacaqsınız. Sevdiklərinizlə keçirəcəyiniz vaxt gününüzü daha da gözəlləşdirəcək. Və bugünkü tarixlə bağlı bir sıra hadisələr cərəyan edib. Hətta kosmik dünyanın ən maraqlı görüntülərini sizə təqdim edəcəyik. Çünki 1969-cu il 20 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Apollon 11 kosmik gəmisi tarixdə ilk dəfə ay səthinə uğurla eniş edib. Ertəsi gün astronavt Neil Armstrong aya ayaq basan ilk insan olub. Onun söylədiyi kimi bu insan üçün kiçik, bəşəriyyət üçün isə böyük bir addımdır sözləri kosmosun fəthi tarixində ən yadda qalan ifadələrdən biri kimi yadda qalıb. Məhz bu tarixi hadisənin xatirəsinə iyulun 20-si bugün elə bütün dünyada beynəlxalq ay günü qeyd olunur. Bugün kosmosun öyrənilməsinə və ayın tədqiqatında beynəlxalq əməkdaşlığa diqqət çəkilir. Bəli, və əgər çoxunuz coğrafiyada, eyni zamanda astro ilə maraqlanırsınızsa, astrologiya ilə, onu qeyd etmək lazımdır ki, bax, hər kəs qeyd edə bilər ki, yox, burada dilema var. Bəziləri deyir ki, yox, Neil Armstrong həqiqətən də aya uçuş edib, orada ayağını yerə qoyub, şəkil çəkdirib. Bəziləri deyirlər ki, yox, bu vaxtı ilə lentə alınmış studiyadan olan görüntülərdir. Çünki o vaxtı SSR ilə Amerika Birləşmiş Ştatları arasında bax, bu kosmik müharibə gedirdi. Kim daha tez çatacaq və s. Amma gördüyünüz kimi kəşflər kifayət qədər çoxdur və bu kəşflərdən biz də yararlanıb zövq almalıyıq. Bəli, təqvimin bugünündə bir çox hadisələr var. Gəlin elə təqvim rubrikamızı izləyək.
İyulun 20-si Beynəlxalq Şahmat günüdür. 1966-cı ildən etibarən qeyd olunur. 1924-cü ilin məhz bu günündə Fransanın paytaxtı Parisdə FIDE Beynəlxalq Şahmat Federasiyası təsis edilib. İlk Azərbaycanlı alim cərrah, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanın ilk tibb elmləri doktoru, əməkdar elm xadimi, SSR Ali Sovetinin deputatı Mirəsədullah Mirqasımovun xatirə günüdür. O, 1883-cü ildə Bakıda doğulub. Azərbaycanda müasir tibb təhsilini və elminin banilərindəndir. Mirəsədullah Mirqasımov uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli yer tutub. Azərbaycanda tibb cərrahiyyə elmi məktəbinin təşkilatçısıdır. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti böyük olan alim, həm də cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir. Görkəmli aktyor, mahir komediya ustası Ağa Hüseyn Cavadov 1894-cü ildə anadan olub. Teatr sənətinə tələbəlik illərindən maraq göstərib. Müxtəlif truppaların tamaşalarında sözsüz və epizodik rollarda çıxış edib. Milli Dram Teatrının səhnəsində Nişanlı qız, Almaz, Solğun çiçəklər, 1905-ci ildə Od gəlini, Qaçaq nəbi, Müfəttiş, Otello, Şeyx Sənan, Xəyyam və digər tamaşalarda maraqlı obrazlar yaradıb. Bəxtiyar Əhməd haradadır, o olmaz. Bu olsun, Bir qalanın sirri, Seyirli xalat, Görüş və digər filmlərdə çəkilib. Tarix üzrə elmlər doktoru professor Vəli Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifidir. Onun 1960-1980-ci illərdə apardığı gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib. Əməkdar incəsənət xadimi Həsənağa Qurbanov 1955-ci il iyulun 20-sində Naxçıvanda doğulub. Asif Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Dan Ulduzu instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərib. Onların peşəkar musiqiçi kimi yetişməsi üçün gərgin əmək sərf edib. Milli musiqimizin Azərbaycanda və Respublikanın hüdudlarından kənarda tanınmasında və təbliğində böyük xidmətləri olub. Rejissor və aktyor, xalq artisti Ramiz Əzizbəyli 1948-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni Maarif fakültəsini bitirib. Rejissorluq fəaliyyətinə 1987-ci ildə Pirverdinin Xoruzu qısametrajlı bədii filmi ilə başlayıb. 1991-ci ildə Bəxt Üzüyü tam metrajlı bədii filmini çəkib. Yalan bədii filminə quruluş verib. İctimai xadim 1991-ci ildən Bakı Şən və Hazır Cavablar Klubunun prezidenti olmuş Anar Məmmədxanov 1970-ci il iyulun 20-sində Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsini bitirib. Kapitanı olduğu Bakılı oğlanlar komandası ilə 1992, 1993, 1995-ci illərdə Şən və Hazır Cavablar klubları arasında MDB çempionu, 2000-ci ildə 20-ci əsrin çempionu adını qazanıb. 1-ci, 2-ci və 3-cü çağırış Milli Məclisin deputatı olub. Telejurnalist, aparıcı Natavan Babayevanın xatirə günüdür. O, 1977-ci il oktyabrın 12-sində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarındansa AZTV-də aparıcı işləyib. 2023-cü il iyulun 20-sində uzun sürən xəstəlikdən dünyasını dəyişib. Davam edir, hörmətli tamaşaçılar. Bu günlərdə elə abituriyentlər də həyəcanlıdırlar. Ali məktəblərə qəbul mərhələsinin başlaması eyni zamanda kirayə mənzil bazarında da canlanmaya səbəb olub. Tələbələr axtarışdadırlar yeni tədris ili üçün. Əlbəttə ki, onlar daha çox metrolara, eyni zamanda ali təhsil ocaqlarına yaxın ərazilərdə kirayə mənzil seçirlər. Əlbəttə, bu istiqamətdə də bax, bu zaman elə canlanma olur və qiymətlərdə eyni zamanda artım hissi olur. Dəyişiklik olur və xüsusilə əvvəl əgər biz şəhərin mərkəzini qeyd edirdik ki, bax, burada qiymətlər tez-tez dəyişir, amma artıq şəhərimizin və digər şəhərlərdə belə qiymət artımı müşahidə olunur. Əvvəl Bakı şəhərində biz Əhmədli metro stansiyasını, Aslanov metro stansiyasını qeyd etmirdik, demək olar ki, amma
tələbələr artıq axını o istiqamətdə deyirlər. Eyni zamanda Xırdavan şəhərində qeyd etmək olar, Sumqayıt şəhərində qeyd etmək olar. Buna səbəb təbii ki, artıq hər kəsin sentyabr ayından etibarən ali təhsil ocağında təhsilə başlayacağını gətirib çıxarır. Hər kəsə uğurlar arzu edirik və elə növbəti süjetimiz bununla bağlıdır. Abituriyentlərin imtahan nəticələrinin açıqlanması ilə kirayə mənzil bazarında hərəkətlilik artıb. Bölgələrdən Bakıya gəlməyə hazırlaşan tələbələr və onların ailələri artıq mənzil axtarışına başlayıblar. Əmlakçıların sözlərinə görə seçim zamanı ən çox üstünlük nəqliyyat baxımından əlverişli ərazilərə verilir. Yerləşmə faktoru kirayə mənzil qiymətlərinə birbaşa təsir göstərir. Metroya yaxın ərazilərdə yerləşən mənzillər yüksək qiymətə təklif olunur. Kirayə bazarında müşahidə olunan canlanma qiymətlərə də təsirsiz ötüşmür. Bəzi ərazilərdə qiymətlər mövsümi tələbin təsiri ilə yüksəlib. Yeni yasamal və inşaatçılar ərazisinə baxırıq, kirayələrinə və satışına. Kirayə əsasən bir otaqlı mənzillərdə 500-550 manat civarında dəyişir. 2 otaqlı mənzillərdə isə şəraitindən asılı olaraq 600-650 manat. Süni qiymət artımıdır çoxsunda. Kirayə haqqı mənzilin yerləşdiyi əraziyə, binanın vəziyyətinə və şəraitinə görə dəyişir. Buna görə də şəhərin müxtəlif hissələrində qiymətlər arasında ciddi fərq yaranır. Ən azından bir otaqlar 300-400 manat arasındadır. 2 otaqlar 400-500, 600-ə qədər yaxşı şəraitli, təzə binalarda biraz da üstünlük olur, qiymət üstünlüyü. Neftçilərdən başlayaraq suni qiymət qalxımı biraz var. Minimum qiymət kirayə haqqı bir otaq başlayır 500 manatdan. Ən pis halda 450 manatdan. O da evin vəziyyəti yaxşı olmadığına görə qiymət budur. Normal evlər başlayır 650-700. Ekspertlərin fikrincə, qiymətlərin formalaşmasına həm tələb və təklif nisbəti, həm də bazardakı gözləntilər təsir göstərir. Bazar iqtisadiyyatında qiymətlər əsasən tələb və təklifin nisbəti ilə formalaşır. Son illər Bakı şəhərində daxili miqrasiya, tələb axını, yeni ailələrin sayının artması kirayə mənzillərə tələbi artırıb, təklif isə eyni sürətdə artmadığı üçün qiymətlər üzərində təzyiq yaranır. Bəzi hallarda bir neçə yüksək qiymətli elan bazarda gözləntiləri dəyişir və digər ev sahibləri də real bağlanmış müqavilələrə deyil də həmən elanlara əsasən qiymət müəyyən edirlər. Bu isə bazarda süni qiymət təzyiqini yarada bilir. Qəbul nəticələri bəlli olduqca, kirayə bazarında aktivliyin bir müddət də davam edəcəyi gözlənilir. Davam edirik, hörmətli telesəhər tamaşaçıları və istəyərdik, əgər biz mənzillərdən danışırıqsa, bəzən elə olur ki, biz mənzillərimizdə nəinki yaşayırıq, hətta onu ofis kimi də istifadə etməyə başlayırıq. Amma bir sual yaranır ki, bax, bu qanunidir ya yox. Təsəvvür elə ki, sən 7-ci mərtəbədə yaşayırsan və öz yaşayış ərazini ofisə çevirirsən. Bəli, və hüquqlarımızı bilmək çox önəmlidir. İstər kirayə mənzil axtararkən, kirayə mənzildə yaşayarkən, istər bax, belə bir məqamlarda hansısa mənzili obyekt kimi istifadə edən insanlar, bax, bu istiqamətdə də bina sakinləri, ətrafda yaşayan ərazilə insanlar, hər kəs bax, hüquqlarını bilməlidir. Elə biz televəkildə bu mövzuya toxunmuşuq. Yaşayış mənzilinin ofis kimi istifadə edilməsi hallarında qonşuların hüquqları necə qorunur, bu məsələ necə tənzimlənir, bunu biləcəyik. Deməli, bəzi hallarda fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən yaşayış mənzilinin qeyri-yaşayış mənzili kimi istifadə olunaraq ofis formatında istifadə olunması hallarına rast gəlinir cəmiyyətdə. Bu, digər mənzil iştirakçıların, yəni qonşuların əsaslı narazılığına səbəb olur. Bu hallarda hansı tədbirlər görülür? Əlbəttə ki, yaşayış mənzilinin təyinatı yaşayış üçün nəzərdə tutulduğuna görə mənzil məcəlləsində bu qeyri-yaşayış sahəsi kimi istifadə olunması qanunvericilikdə nəzərdə tutulmayıb. Yaşayış mənzilinin qanunvericiliyin tələblərinə əsasən qeyri-yaşayış sahəsinə çevrilməsi halında mənzilin təyinatı dəyişərsə, bu halda hüquqi və fiziki şəxslər tərəfindən, sahibkarlar tərəfindən həmin mənzilin qeyri-yaşayış sahəsi kimi, ofis kimi istifadə olunması nəzərdə tutulur. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı var, hansı hallarda yaşayış mənzilinin qeyri-yaşayış ofis kimi istifadə olunması baş verə bilər. Qonşuların hüquqları hansı halda qorunur? Qonşular belə bir halın baş verməsi halında məhkəməyə müraciət eləyərək yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunması halını məhkəmə qaydasında dayandırılmasını tələb eləyə bilərlər.
Davam edir, hörmətli tamaşaçılar və əlbəttə ki, elə idman dünyasından bir məlumatı nəzərinizə çatdıracağıq. 2026-cı il Dünya Çempionatının final matçı başa çatdıqdan sonra FIFA kolleksionerlər və futbol azarkeşləri üçün olduqca nadir və maraqlı aksiyaya start verəcək. Finalın keçirildiyi Amerika Birləşmiş Ştatlarının MetLife stadionunun oyun meydançasından götürülmüş orijinal ot örtüyünün, yəni qazonun fraqmentləri satışa çıxarılacaq. Tarixi finalın xatirəsinə simvolik olaraq cəmi 2026 ədəd qazon parçası satışa təqdim olunacaq. Hər bir yaşıl ot fraqmenti xüsusi texnologiya ilə şəffaf akril blokun içərisində konservasiya edilərək mühürlənəcək və artıq siz elə gördüyünüz kimi bu görüntüləri gördünüz. Sağlam ol rubrikamızı təqdim edəcəyik. İdman etmək vacibdir. Həftənin ilk günüdür. Elə idman həftənin hər günü planlaya bilərsiniz ki, həm formada olasınız, həm də ki, sağlamlığınızı qoruyasınız. Hər vaxtınız xeyir, əziz telesəhər tamaşaçıları. Fitness sallarından fərqli müxtəlif hərəkətləri düzgün və yanlış formasını sizin diqqətinizə çatdırırıq. Shoulder press adlanan trenajorda məhz çiyinin ön deltası üçün yerinə yetirəcəyimiz bir hərəkət var. Hansı ki, göstərdiyim bu hərəkəti siz təməl hərəkət kimi də proqramınıza əlavə edib ilk olaraq bunu yerinə yetirə bilərsiniz. İstərdim ki, keçid almadan öncə 5 kiloqramlıq blinlərlə təchiz olunmuş trenajorumuz və hərəkətin ümumi olaraq biomexanikasına uyğun oturacağın tənzimlənməsinə xüsusi diqqət yetirməliyik. Düz formada olmalıdır ki, biz hərəkəti işləyərkən effekti daha yaxşı hiss eləyək. Və burada çiynimizin arxa hissəsi tam olaraq söykənəcəyə toxunur. Belimizdə biraz boşluq yaranır. Özümüzdə oturacaqda nisbətən qarşıda oturuq. Əllərimizin tutuş məsafəsi baş parmağımızın lap sonundan bu formada təmiz tutuşda olar, yarımçıqda olar. Hərəkətin icrasına başlayıram. Dirsəklərimiz önə. Bu formada yerinə yetiririk. Maksimum aşağı enirik ki, həmin gərginliyi hiss eləyək və yuxarıda o formada daha təzyiqli şəkildə qaldırırıq. Yanlış forması isə dirsəklərin arxaya açılmağı və atma üsulu ilə daha qısa amplitudda yerinə yetirilən formasıdır. Ona görə də dirsəklərimiz qabaqda tam səlis formada, tələsmədən hərəkəti icra edirik. Nə qədər çətin olsa da, bu bizim təməl hərəkətlərimizdən sayılır. Çünki biz bu göstərdiyimiz shoulder pressi qantellər vasitəsilə və ya məhz ştanqada yerinə yetirə bilərik. Amma təhlükəsizlik baxımından, mexanika baxımından məhz bu trenajorlar daha üstün mövqe tutur. Ona görə də çiyin məşqlərinizi rahatlıqla əlavə edə bilərsiniz. Yanaşma olaraq ilkin başlayan, yeni başlayan insanlar 3 yanaşma 12-15 say, müəyyən dərəcədə irəli səviyyəli idmançılar isə 4 yanaşma 15, hətta 20 sayla yerinə yetirib effektini görə bilər. Davam edir, hörmətli telesəhər tamaşaçıları və istəyərdim ki, hazırda elə Təranə ilə bərabər Sini Mastercard'a 2 nəfərlik dəvətnamə qazanmaq üçün sizə sualımız var viktorinasını təqdim edim. Viktorinamız 2 mərhələdən ibarət, hörmətli tamaşaçılar. Birinci mərhələdə sizə bir şəkil təqdim edəcəyik. Bu şəkil süni intellekt vasitəsilə hazırlanıb və hansısa atalar sözünü əks etdirir. Siz tapmalısınız. Ən sürətli düzgün cavabı bizə yazıb göndərən izləyicimiz ikinci mərhələyə keçid edəcək. 050-245-37-17 WhatsApp nömrəsinə yazın, göndərin. Hansı atalar sözündən söhbət gedir? İnanırıq ki, hər biriniz rahatlıqla tapacaqsınız. Çünki asan bir atalar sözüdür. Yeri gəlmişkən süni intellekt vasitəsilə hazırlanıb və sizdən cavabları gözləyirik. 050-245-37-17 bizim WhatsApp nömrəmizdir. Ad soyadınızı qeyd etsəniz kifayətdir. Bəli, biz isə keçid edirik
Çin də robotların məharətini izləməyə Çinin Sincan bölgəsində humanoid robot mətbəxdə bacarıqlarını nümayiş etdirib. Cəmi bir həftədən az müddətdə təlim keçən robot kabab bişirib və ərişdə hazırlayıb. Sensorlarla təchiz olunan robot hər məşqdən sonra hərəkətlərini təkmilləşdirərək yeni bacarıqlar qazanır. Bu nümayiş Pekində keçiriləcək humanoid robot oyunları ərəfəsində təşkil olunub və hazırda görüntüləri sizə təqdim edirik. Robotlar artıq dünya mətbəxində də, belə mətbəx, bax gördüyünüz kimi maraqlı bir lapşa deyək, ya spagetti deyək, sizə necə rahatdır, onu hazırlayır. Amma biz də dünya mətbəxinə müraciət etməliyik. Çünki adətən Nigar Babayeva aşpazla bərabər müxtəlif təamlar hazırlayıb. Bu dəfə isə təamı yox, biz çay növünü sizə təqdim edəcəyik. Adətən Misirdə və eyni zamanda digər Asiya ölkələrində hazırlanan bax bu çay hər kəs tərəfindən çox bəyənilir. Söhbət hibiskus çayından gedir. Və turş məzədə əslində həm soyuq içilə bilir, həm də ki isti. Baxaq görək necə hazırlanır, bəlkə biz də evdə hazırlayıb içdik. Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikası efirdədir. Bu dəfə xüsusi buraxılış ilə qarşınızdayıq, çünki mövsümə uyğun özəl buzlu içki hazırlayacaq. Rubrikamızın bu dəfəki qonağı Kap-Kap Coffee Shoplar şəbəkəsinin baristası Aynur Qədimova da. Aynur xanım, sabahınız xeyir. Sabahınız xeyir. Bugün biz nə hazırlayacaq? Bugün biz hibiskus hazırlayacağıq. Ümumiyyətlə, gəlin xatırladaq ki, hibiskus xüsusi çaydır və bunun burada hibiskusun hazır dəmlənmiş halıdır burada. Və soyuq şəkildədir, çünki içkimiz soyuq olacaq. Və burada xüsusi siroplar var, onları da sadalayaq. Öncəliklə bildirim ki, hibiskusu biz bir gün öncədən dəmləyirik. 2-3 qaşıq hibiskus çayı istifadə olunur və üzərinə qaynar su əlavə edirik. Bu, haradasa təxmini 5-10 dəqiqə qalır, soyuyur. Deməli, hibiskus içkimizin içərisinə lime siropu, çiyələk püresi və vişnə siropu daxil olacaq. Evdə hazırlamaq istəyənlər sirop əvəzinə şirələrdən istifadə edə bilər, yoxsa? İstifadə etmək olar, düzdür, eyni dadı əldə eləmək çətin nə olur. qədər asan olacaq deyə bilmərəm, amma yaxın dadları əldə etmək Bəlkə olar. siropa alternativ mürəbbə ola bilər. Qismən deyə bilərəm. Sınaya bilərəm, yoxsa dağıdaram. Yanını bu boş hissəsindən, bu boş hissəsindən tuturam. Sərt formada biraz vurmalısınız. Belə? Yox. Aha. Aynur xanım, çox təşəkkür edirəm. Çox möhtəşəm rəngi var həm də. Qeyd edək ki, hibiskusun digər adı Məkkə gülüdür və yaxın şərq ölkələrinə məxsus bitkidir. Dadına baxaq. Çox turşdur. Möhtəşəm dadı var və düşünürəm ki, bu əsl yay içkisidir. Həm turş, həm sərin. Bir daha çox təşəkkürlər. Belə hörmətli tamaşaçılar, Dünya Mətbəxi rubrikasından ələkə çatdıracaqlarımız bu qədər. Gələn buraxılışda görüşərik. Hələlik. Davam edək, əgər Çindən danışdıqsa, məncə bu mövzunu biraz da belə deyək də genişləndirməliyik. Çünki adətən orada maraqlı hadisələr baş verir. Bizim də redaktorumuz çalışır ki, bax, bu görüntüləri sizə təqdim etsin. Belə ki, Çində dünyanın ilk robot telefonu təqdim olunub. Cihazın əsas xüsusiyyəti kameraya inteqrasiya olunan mexaniki sistemdir. Səs və jestlərə idarə olunan telefon obyektləri izləyə bilir, avtomatik çəkilişlər edə bilir və istifadəçi ilə interaktiv əlaqə qura bilir. Yeni texnologiya mobil cihazların gələcəyinə fərqli baxış təqdim edir. Bəli, texnologiya günü-gündən inkişaf edir. Biz izləyirik. Robotlar müxtəlif sahələrdə, fərqli-fərqli istiqamətlərdə artıq elə bir fəaliyyət göstərir ki, hətta bəzən insan əməyini belə üstələyə bilir və robot telefon artıq fəaliyyətə başlayıb. Düşünürəm ki, yaxın zamanlarda artıq hər bir kəsdə
Ağıllı telefonlar yox, robot telefonlar robot telefonları ola bilər. Bəli. Və hazırda sizə görüntüləri təqdim edirik və texnologiya inkişaf etdikcə biz hətta sizə müxtəlif proqramlardan da məlumat veririk. Dünyada 7000-dən çox dil var. Təsəvvür eləyin ki, və bizi hardasa birləşdirən, eyni zamanda hər hansısa bir hissləri çatdıran bax bu dildir. Lakin gördüyünüz kimi son zamanlar artıq nəinki tərcümə proqramları, eyni zamanda süni intellektlə çalışan xüsusi tərcümə proqramları da fəallaşıb. Və hər kəs artıq süni intellekt proqramlarına düzgün tərcümə etdiyi üçün bir çox hallarda güvənməyə başlayıb. Bu da gələcəkdə bəlkə də dil biliklərində problemlər yarada bilər insanlarda. Və amma tərcümə də səhv olur çox vaxt. Misal üçün, hər hansısa bir cümləni biz ChatGPT-də yazırıq və qeyd edirik ki, bunu düzgün Azərbaycan dilində tərcümə elə və ChatGPT türk sözlərdən istifadə edir. Eyni zamanda xarici sözlərdən istifadə edərək tərcüməni bizə verir. Amma əvvəlki proqramlarla müqayisə etsək, hazırki süni intellekt proqramları daha doğru tərcümə etməyi bacarır. Olur. Amma yəni ki, bəzən yenə də yanlışlıqlar var. Hansı səhvlərdir, onu elə növbəti süjetimizdə öyrənəcəyik. Qüdrət, ev tapşırıqlarını etdin? Bəli, amma mən hamısını süni intellektlə tərcümə etdim. Yaxşı, indi bu cümlələrin mənasını başa düşürsən? Yox, mən sadəcə kopyaladım. Əsas problem də budur. Kopyalamaq deyil də, əsas bilmək lazımdır. Əlimdə telefon var. Bir cümləni bir neçə saniyəyə tərcümə edə bilərəm. Amma tərcümə etdiyim söz və ya cümlələrin düzgün olduğundan nə qədər əminəm? Tərcümə proqramları bəs nə qədər etibarlıdır? Xarici dil öyrənənlərin əksəriyyətinin dərs zamanı ən çox müraciət etdiyi vasitələrdən biri məhz tərcümə proqramlarıdır. Onlar mətnləri anlamağı və sözlərin mənasını öyrənməyi sürətləndirir. Mən bəzən dərslərimi telefonla eləyirəm, amma müəlliməm deyir ki, bu səhvdir. Müəllimlər deyirlər ki, platformalar öyrənmə prosesində köməkçi vasitə kimi faydalıdır. Lakin proqramın təqdim etdiyi cavabı olduğu kimi qəbul etmək əvəzinə onun necə qurulduğunu və niyə həmin formada tərcümə edildiyini anlamaq daha vacibdir. Əks halda insan yalnız nəticəni görür, öyrənmə prosesi isə arxa plana keçir. Süni intellekt öyrənmək üçün çox faydalı köməkçi vasitədir. Amma yalnız bu proqramlara güvənmək düzgün deyil. Beyin özü düşünmək əvəzinə hər şeyi proqramdan soruşmağa öyrəşir. İnsan yeni sözləri və qaydaları daha çətin yadda saxlayır. Danışıq bacarığı zəif inkişaf edir. Çünki proqram sizin yerinizə cavab hazırlayır. Bəzən tərcümələr və izahlar səhv və ya kontekstə uyğun olmaya bilər. Bu müəyyən dərəcədə beyni tənbəlləşdirə bilər. Tərcümə proqramları xüsusilə söz ehtiyatını artırmaq, tələffüzü yoxlamaq və yazılan mətndəki səhvləri müəyyənləşdirmək üçün rahat üsul sayılır. Ancaq dil yalnız sözləri çevirməklə öyrənilmir. Danışmaq, dinləmək, yazmaq və düşünmək bacarıqları ilə birlikdə inkişaf etdikdə nəticə daha uğurlu olur. Ekspertlər belə deyir. Mütəxəssislərin fikrincə, onların realizəsi, özünü doğrultma etibarı maksimum 30%. Yerdə qalan 70%-in etibarlılığı necə olmalıdır? Bu artıq çox ciddi sualın mövzusudur. Biz hələ məsələnin bir tərəfini deyirik. Məsələnin ictimai ünsiyyət platformasının əsasında deyirik. Amma məsələni təhsilə gətirsək, təhsil üçün daha çox lazım olan akademik üsluba, elmi üsluba bunu yönləndirsək, həmin 30%lik göstəricini biz maksimum 18-20% kimi dəyərləndirməliyik. Ən doğru üsul əvvəlcə tərcümə etmək istədiyimiz söz və ya cümləni müstəqil yerinə yetirmək, daha sonra isə tərcümə proqramları və süni intellekt vasitəsilə cavabı yoxlayaraq səhvləri təhlil etməkdir. Belə olduqda texnologiya öyrənmənin alternativi deyil, onu tamamlayan vasitəyə çevrilir. Əzizə Mahmudzadə, Sədrəddin Mirzəyev, Telesəhər. Davam edir, hörmətli tamaşaçılar. Əlbəttə ki, təbiəti sevmək, onu qorumaq çox vacibdir. Gözəlliklərini dərk etmək, hiss etmək önəmlidir və bu istiqamətdə uşaqları cəlb etmək, onları da təbiəti sevməsinə sövq etmək çox önəmlidir ki, elə belə bir təşəbbüs barədə biz danışacağıq. Yay tətildə əlbəttə ki, uşaqların təbiətlə zaman keçirməsi çox önəmlidir və Fotobox adlı bir müsabiqə də keçirilir ki, uşaqlar
foto vasitəsilə təbiətə olan sevgilərini nümayiş etdirirlər. Bəli, hörmətli telesəhər tamaşaçıları və uşaqların fərqli baxışlarını biz foto vasitəsilə seyr edə bilərik və təbii ki, müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi, eyni zamanda beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilir və müsabiqə ilə bağlı marağı fikirləri elə Reza müəllimdən öyrənəcəyik. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Necəsiniz? Sağ olasınız. Bakıda olanda həmişə yaxşıdır da mənə. Nə gözəl. Bilirik ki, siz sevirsiniz vətənimizi, əlbəttə ki. Və elə Reza müəllim istəyərdik elə müsabiqə haqqında məlumatları sizdən eşidək. Uşaqların marağı necə idi? Bu barədə elə məlumatları sizdən eşitməyə əlbəttə ki, bizim üçün çox xoşdur. Sağ olasınız. Bilirsiniz, bir fotoqraf kimi mən indi neçə il, 50 ildən çoxdur ki, dünyada bilirəm ki, foto nə qədər insanlara əsər qoyur və nə qədər indi olubdur dünyanın ən möhtəşəm demək olar incəsənəti ki, hamı uşaqdan böyüyə, hamı indi hər gün foto ilə əlaqə saxlayırlar, foto ilə öyrənirlər, foto ilə bir-birlərinə söz yollayırlar və bunu mən keçirtmişəm indi illərlənəmdir bir növ təhsil mövzusuna, yəni bir öyrənmə aləti olubdur. Müsabiqələr qoyuram mən dünyada, UNESCO ilə neçə ildir İpək yolu haqqında müsabiqə qoyuruq uşaqlara və bir də dünya uşaqlarına təbiəti sevməyə görə. Çünki ekologiya, təbiəti qoruyana gələ insanlar, uşaqlar təbiəti sevsinlər. Siz bir bizadı sevməsiniz, onu qorumayacaqsınız. Və bu mövzu ki, biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamışıq, fotobax.az. Bu hədəf budur ki, Azərbaycan uşaqlarını fəqət bu yazda biz ki, hamı gedəcəklər, baxacaqlar təbiətə, foto da çəksinlər. Foto çəkəndə və öz eşqlərini, təbiəti sevməklərini göstərsinlər və bunu biz Təhsil Nazirinə də, onlarla da vermişik ki, bütün məktəblərə yaymışdılar, uşaqlar hamı bilirlər. Bu məktəblərdə çox müəllimlər bu mövzunu geçirdirlər. Hədəf budur ki, foto ilə biz uşaqları bir təhsil kimi dünya öyrənməyə çöndürək. Fotonu bir öğrenci alətinə çöndürək və ta 21 sentyabr kimində bunların vaxtı vardı. Azərbaycanın gözəlliyini, təbiətini, güllərini, buludlarını, çaydı, hər nə görürlər ki, xoşdur bunlara çəksinlər və bu müsabiqəyə versinlər. Çox önəmli də bunlara biz mükafat verəcəyik, görüş verəcəyik, sərgi olacaqdı, kitabları olacaqdı bundan və sərgiləri də sonra bütün məktəblərdə bizim ümid vardı ki, bu sərgini göndərək. İndi bu başlayıbdır. Ümidim odur ki, nə qədər uşaqlar çox olsa, hər kəsin evlə uşaqları vardı. 18-dən yaşağı olacaqdı. Özü də fərq eləməz. Foto aparatınandır, ya telefondur, mobayla heç fərq eləməz. Çünki bunlar foto bizə lazımdır. Bəli. Təşəkkürümüzü bildiririk sizə və elə buradan da bir anons etmiş, elan etmiş olaq ki, elə müraciət etməyə istəyən uşaqlar da ola bilər və sizə təşəkkürümüzü bildiririk. Biz isə davam edirik. Bəli, biz adətən nəinki foto ilə, eyni zamanda mütaliə ilə də məşğul olmalı, hörmətli telesəhər tamaşaçıları və telekitab rubrikasında bugün indi gələcək Məniniz olsun adlı bir kitabı təqdim edəcək. Benjamin Hardinin əsəridir. Seyr edək. Salam əziz tamaşaçılar, bugün sizə məşhur psixoloq Dr. Benjamin Hardinin qələmə aldığı İndi Gələcək Məniniz olun kitabını təqdim edirəm. Bu kitab ən son nəşrlərimizdən biridir və ümid edirəm ki, gənclərin və özünü inkişaf etdirməyə çalışan hər bir şəxsin oxuyub zövq alacağı bir kitab olacaq. Çünki kitabda gələcəkdəki çevrilmək istədiyiniz o mənlə, o şəxsiyyətlə tez-tez danışmalı olduğunuzu, onunla tez-tez ünsiyyət qurmalı olduğunuzu göstərir. Və həmçinin onu da göstərir ki, gələcəkdə o düşündüyünüz o insana çatmaq üçün məhz indidən müəyyən addımlar atmalısınız, məhz indidən özünüzü inkişaf etdirməlisiniz və gələcəkdə olmaq istədiyiniz adama indi çatmalısınız.
Və bunun üçün sizə bir xeyli alətlər verir. Özünüzü araşdırmağınız üçün, özünüzü tədqiq eləməyiniz üçün, özünüzü qiymətləndirməyiniz üçün xeyli içində maraqlı məlumatlar var. Və bu kitabı oxuduqdan sonra mənə elə gəlir ki, özünüzü dəşlə bağlı, özünüzü kənardan bir növ mühakimə eləməklə bağlı xeyli fikirləriniz yaranacaq və şəxsi inkişafa, motivasiyanıza böyük təsir olacaq bu kitabın. Həmişəki kimi sağlıqla qalın, kitabla qalın. Davam edir hörmətli telesəhər tamaşaçıları. Günün mövzusu məhz tərcümə ilə bağlıdır. Hansı proqramlardan istifadə edirsiniz? Və ümumiyyətlə, tərcümə proqramlardan istifadə etmək, etibar etmək olarmı onlara? Yazın 050-245-37-17 bizim WhatsApp nömrəmizdir. Bəli, bir çox hallarda düzgün tərcümə etsə də, amma dil bilikləri olmalıdır ki, yanlışlar varsa da aşkarlaya bilək. Elə şəhərimizin sakinlərindən də soruşmuşuq. Baxaq görək, elə süni intellekt vasitələrindən, tərcümə proqramlarından necə istifadə edirlər? Tərcümə proqramlarına etibar edirsinizmi? İnternetdə hansısa bir xarici dildə məlumat görəndə, ya kitablarda falan nəsə olanda xarici dildə, ingilis dilində, alman dilində o məqsədlə istifadə edirəm. İstifadə etmirəm tərcümə proqramına və güvənmirəm. İstifadə edirəm, işimə yarayır çox da, yəni güvənilirdir hamısı. Bəli, istifadə edirəm, özüm də yəni tərcüməçi üzrə ixtisas alıram. Ona görə də yəni tez-tez lüğətini istifadə etmək üçün, yəni tam düz tərcümə eləmək üçün istifadə edirəm. Çox istifadə eləmirəm. Çox vaxt etibar edirəm. Instagramda falan deyək ki, nəsə bir post görürəm. Çox vaxt orada həmin zaman istifadə edirəm. Hər hansı bir məlumat almağa çalışarkən ensiklopediyaların və sair tərcüməsi üçün istifadə edirəm. Davam edir hörmətli telesəhər tamaşaçıları. İstəyərdik ki, Xorvatiyadan biraz danışaq. Çünki son zamanlar Avropada ən çox turistik məkanlardan biri sayılır və turizmi də genişlənir, yəni inkişaf edir daha doğrusu. Xorvatiyada turistlər yay istisindən qorunmaq üçün qeyri-adi məkana üz tutublar. Trogir şəhəri yaxınlığında yerləşən sualtı muzeydə ziyarətçilər heykəlləri və müxtəlif ekspozisiyaları suyun altında izləyiblər. Dünyada yeganə sualtı muzeyi həm peşəkar dalğıcılar, həm də yeni başlayanlar üçün maraqlı təcrübə təqdim edib, həmin görüntüləri sizə təqdim edirik. Fərq eləmir, hansı peşənin sahibi oluruqsa olaq, Azərbaycan dilini yaxşı bilib, mənimsəməliyik, onu qorumalıyıq və əlbəttə ki, bu istiqamətdə bizim Sözün Düzü rubrikamızda köməyimizə gəlir. Fərqli-fərqli sahələrdə səhvlərə yol verilir ki, bu səhvlər nədən ibarətdir? Bizim dəyərli professorumuz Sevinc Əliyeva aşkarlayır. Bəli, və bugün biz mahnıların monitorinqini aparmışıq və nəticələrlə sizi tanış edirik. Gəlin izləyək. Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Sözün Düzünün yeni buraxılışı efirdədir. Bu buraxılışımızda sizə mahnıların monitorinqi zamanı qeydə aldığımız norma pozuntularından bir neçəsini nümayiş etdirəcəyik. Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir. Bununla belə, dilimizin morfoloji qatını təşkil edən komponentlərin heç də hamısı yazıldığı kimi tələffüz olunmur. Məsələn, q samiti Azərbaycan dilinin orfoepiya qaydalarına əsasən milli mənşəli çox hecalı sözlərin sonunda, eləcə də özündən sonra samitlə başlayan şəkilçi və ya söz gəldiyi zaman x kimi tələffüz olunur. Həmin sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz gəldiyi zaman isə söz sonundakı q samiti ğ kimi deyilir. Mahnıların monitorinqi zamanı sözügedən qaydanın tam əksinin tətbiq olunduğu xeyli sayda nümunəyə rast gəldik. Gəlin, baxaq. O mənim olacaq. Yenə acılarıma son qoyacaq. Yarım olacaq. Ayrılıq dərdi çəkilsin aradan. Yarın boyun qucaqladım. Artıq anlayıram mən mənasını o çağların. İfaçı bu səsi x deyil, ğ kimi tələffüz etməklə
yanlışlığa yol verib. Bilirik ki, şifahi nitqdə doğru tələffüzün əsas tələblərindən biri də vurğunun yerinin düzgün müəyyənləşdirilməsidir. Azərbaycan dilində vurğunun yeri əsasən sözün son hecasıdır və bəzi istisnaları nəzərə almasaq, demək olar ki, bu qayda dilimizdə sabitləşib. Üçüncü nümunədə ifaçı q səsini yanlış tələffüz etməklə yanaşı, sözdə vurğunun yerini də dəyişdirib. Belə ki, qucaqladım sözünün qucaqladım kimi tələffüzü ahəngdarlığın pozulması ilə yanaşı normanın pozulmasına da səbəb olub. Yarım boyun qucaqladım. Sonuncu nümunədə isə q samiti ilə bitən artıq sözündən sonra saitlə başlayan anlayıram feilinin gəlməsi səbəbindən q səsi q kimi tələffüz olunmalıydı. Amma ifaçı həmin səsi x kimi tələffüz etməklə arfaipik qüsura yol verib. Beləliklə, həmin sözlərin düzgün tələffüz formalarını təqdim edirəm. Olacaq, qoyacaq, ayrılıq, qucaqladım, artıq. Bugün sözün düzü verilişində bələdçiniz mən idim, Professor Sevinç Əliyeva. Yüksək musiqi mədəniyyətimizi təbliğ edən ifaçılar birmənalı olaraq dil normalarına əməl etməli, ifalarında mənsub olduqları bölgənin dialekt xüsusiyyətlərinə yer verməməlidirlər. Davam edir, hörmətli telesəhər tamaşaçıları. İkinci saatımıza başladıq. Ətraf mühiti qorumaq önəmlidir. Müxtəlif sahələrdə, eyni zamanda tez-tez bax bununla bağlı bizim süjetlərimiz olur və bugün də istərdik ki, çox mühüm və vacib bir məlumatı sizə çatdıraq. Bəli, balıq tutanlar, balıqçılıqla bağlı elə növbəti bir qanun layihəsi həyata keçirilir ki, bu istiqamətdə məlumatı sizin nəzərinizə çatdıracağıq. Bu qanun həm balıqçılığa nəzarəti, rəqəmsal nəzarəti gücləndirəcək, eyni zamanda onu da qeyd eləyək ki, qanunsuz balıq ovuna da qarşı eyni zamanda nəzarəti də gücləndirəcək. Yeni qanun Azərbaycanda balıqçılığın təşkili və idarə olunmasının, balıq və digər su bioresurslarının ovlanmasının, akvakulturanın inkişafının, su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Qanun balıqçılığın təşkili, qorunması, balıq məhsullarının keyfiyyət və təhlükəsizlik tələbləri, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri əhatə edir. Aqrar sektorunun inkişafı ilə bağlı toxumçuluq haqqında, balıqçılıq haqqında qanunların qəbul olunması, əlbəttə aqrar sahənin inkişafında, ümumiyyətlə kənd təsərrüfatı məhsullarının istehsalının sürətlənməsində və digər ərzaq məhsullarının istehsalında mühüm rol almalıdır. Bu günləri aqrar sahənin inkişafı ən gündəmdə olan vacib məsələlərdən biridir. Yeri gəlmişkən, artıq Xəzər dənizində balıq ehtiyatlarının araşdırılması ilə bağlı tədqiqatlara start verilib. Ekspedisiya yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Xəzər dənizi zəngin su bioehtiyatları ilə seçilir. Bu ehtiyatların qorunması və səmərəli idarə olunması məqsədi ilə hazırda burada elmi tədqiqat ekspedisiyası həyata keçirilir. Elmi tədqiqatlar Xəzər dənizinin Azərbaycan sektorunda aparılır. Həmçinin proses Xaçmaz, Siyəzən, Giləzi sahilləri, Abşeron yarımadası, Kür çayının deltası, Kürdili adası, Lənkəran və Şahağac ərazilərini əhatə edir. Araşdırmalar zamanı toplanmış nümunələr laborator şəraitində təhlil olunur. Eyni zamanda götürülən su nümunələri də balıqların yem bazasının mövcud vəziyyətinin qiymətləndirilməsinə xidmət edir ki, bu nümunələrdə zooplankton və fitoplanktonların müəyyən faizi araşdırılaraq elmi nəticələrə, elmi hesabata əlavə olunacaqdır. Bununla yanaşı növlərin biometrik ölçüləri götürülür, populyasiyaların vəziyyəti qiymətləndirilir. Həmçinin balıqların çəkisi, yaşı və digər bioloji göstəriciləri də müəyyən edilir. Hazırda Xəzər dənizində əsasən sənaye üsulu ilə ov kvotalarının müəyyən edilməsi üçün elmi ekspedisiyanın nəticələri çox vacibdir. Yekun əldə olunmuş elmi təhlillər, hesabat hazırlanaraq Kənd Təsərrüfat Nazirliyinə təqdim olunacaq. Əldə olunan məlumatlar Xəzərin su bioehtiyatlarının qorunması, davamlı idarə olunması və gələcək monitorinqin tələblərinin planlaşdırılması üçün əsas mənbələrdən biri olacaq. Tədqiqatların əsas məqsədi balıq ehtiyatlarının biomüxtəlifliyin və su ekosisteminin mövcud vəziyyətini qiymətləndirməkdir. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.
Davam edir hörmətli tamaşaçılar. Yay aylardır hər kəs üst tutur çimərliyə sərinləmək üçün, səmərəli zaman keçirmək üçün, amma küləkli havalarda xüsusilə diqqət etmək lazımdır. Ümumiyyətlə təhlükəsizlik qaydalarına riayət etmək şərtdir. Bəli, və ona görə də ehtiyatlı olmaq önəmlidir. Xüsusilə də əgər biz çimərlikdə isə və hava şəraiti dəyişkən buludludursa, eyni zamanda küləklidirsə, bu hallarda çimərlikdən istifadə etmək olmaz, çimərliyə getmək olmaz və elə Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklər hal-hazırda hökm sürür və Fövqəladə Hallar Nazirliyi belə şəraitdə dənizə və çimərliyə üst tutmamağı məsləhət görürlər və elə əməkdaşımız Jalə Gözəlova hazırda elə çimərlikdədir. Biz onu salamlayaq. Sabahın xeyir olsun Jalə. Təşəkkür edirəm. Mən də sizi və telesəhər izləyicilərimizi salamlayıram. Sabahınız xeyir olsun. Bəli, qeyd etdiyiniz kimi yay mövsümündə istirahət etmək üçün üst tutulan əsas məkanlardan biri də məhz çimərliklərdir. Lakin dənizdən təhlükəsiz şəkildə istifadə etmək üçün hava şəraitini nəzərə almaq, təhlükəsizlik qaydalarına əməl etmək və xəbərdarlıqlara diqqət yetirmək olduqca vacibdir. Qeyd edim ki, çimərlik ərazisində belə təlimat lövhələri də yerləşdirilir ki, vətəndaşlar bu məlumatlarla diqqətlə tanış olmaqları tövsiyə olunur. Həmçinin çimərlik ərazisində hansı təhlükəsizlik qaydalarına əməl olunması olduqca vacibdir. Elə bununla bağlı ətraflı məlumatları bizimlə birbaşa bağlantıda olan müsahibimiz Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Fərid İlhamoğlu çatdıracaq. Fərid bəy, sabahınız xeyir olsun. Ətraflı məlumatları sizdən eşidək. Hər vaxtınız xeyir olsun. Küləkli hava şəraiti ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli havada küləyin sürəti saniyədə 10 metrdən artıq olarsa və dalğalı dənizdə çimərliklərə gəlmək, suya daxil olmaq, xüsusən də qeyri-çimərlik ərazilərindən istifadənin insanın həyat və sağlamlığı üçün təhlükəli olduğunu bildirir və əsas da valideynlərə çağırış etmək istəyərdik ki, azyaşlı uşaqları çimərlik ərazilərində nəzarətsiz buraxmasınlar, vətəndaşlarımız spirtli içki qəbul edərək sərxoş halda çimərliklərə üst tutmasınlar və suya daxil olmasınlar və qeyd edim ki, çimərliklərdən ən təhlükəsiz istirahət vaxtı səhər saat 9-dan axşam saat 8-ədək davam edir və hava qaraldıqdan sonra çimərliklərdə qalmaq, gecələmək, suya daxil olmaq insan həyatı üçün təhlükəlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq insan həyatı üçün təhlükəlidir. Təşəkkür edirəm ətraflı məlumatlarınız üçün. Bəli, unutmayaq ki, təhlükəsizlik qaydalarına əməl etmək hər birimizin birgə məsuliyyətidir. Belə bizim isə buradan çatdıracağımız məlumatlar bundan ibarətdir. Söz yenidən sizdədir. Təşəkkür edirik Jalə. Çox sağ ol ətraflı məlumata görə. Ehtiyatlı olun, hörmətli telesəhər tamaşaçıları. İndi də hava küləklidir. Ona görə də çimərliyə getməmişdən öncə bir hava şəraiti ilə maraqlanın. Biz isə davam edirik və əfsər olsun, bəzən istənilən bir halda harasa gedəndə bir neçə sənədlərimizi itirə bilərik və sonra arxivə müraciət etmək istəyirik ki, o sənədləri bərpa edək. Xüsusilə də hər hansı bir sənədimizin üzərindən illər ötübsə, bax bu təqdirdə nə etməliyik? Elə bu dəfə asan cavabdan nigah haqqında şəhadətnamə itirilib və nigahın qeydə alınmasından 75 il müddət keçib. Bəs bu təqdirdə biz bu sənədi bərpa etmək üçün asan xidmətə müraciət edə bilərikmi? İndi biləcəyik. Bu xidmət bir sayılı Gəncə və bir sayılı Sumqayıt Regional Asan Xidmət Mərkəzi istisna olmaqla bütün asan xidmət mərkəzlərində həyata keçirilir. Tələb olunan sənədlər, şəxsiyyət vəsiqəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz. Əgər sorğuçu özü gələ bilmirsə, bu halda notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında nümayəndəsi iştirak edə bilər. Sənəd sahibləri vəfat edibsə, yaxın qohumları qohumluğu təsdiq edən sənədləri təqdim etməklə müraciət edə bilər. Yaxın qohum dedikdə ata, ana, baba, nənə, övladlar, həyat yoldaşı nəzərdə tutulur. Qeyd edək ki, xidmətin həyata keçirilməsi ilə bağlı dövlət rüsumu 15-30 iş günü ərzində verildikdə 15 manat, 4-7 iş günü ərzində verildikdə 30 manat, 1-3 iş günü ərzində verildikdə 45 manat təşkil edir. Davam edir hörmətli tamaşaçılar və əlbəttə ki, hər kəs indi çalışır ki, daha qənaətli avtomobillərə müraciət etsin. Elə elektromobillərə də əlbəttə maraq artıb. Bu həm büdcəyə qənaət deməkdir. Eyni zamanda təbiəti qorumaq istəyiriksə, karbon emissiyasının azaldılmasında heç olmasa bizim də töhfəmiz olsun deyiriksə, bu avtomobillərdən əlbəttə ki, hər kəs istifadə etməyə çalışır. Və mütəxəssislər də qeyd edir ki, adi yanacaqla çalışan mühərriklərdən fərqli olaraq elektromobillərdə enerji toplayan
avtomobillərdə usta işi daha az olur deyə bu da hər kəsi cəlb edir. Ona görə qənaətçildir, eyni zamanda daha ətraf mühiti qoruyur. Və onunla bağlı elə süjetimiz var. Əslində son zamanlar həm maraq artıb, həm sayı kifayət qədər çoxdur. Bunun səbəbi nədir? Daha ətraflı süjetimizdə. Ölkəmizdə elektromobillərə olan maraq artmaqda davam edir. Belə ki, 6 manat ödəməklə 600 kilometr məsafəni qət etmək mümkündür. Bəs maraqlıdır. Mütəxəssislər bununla bağlı nə deyirlər? Həmçinin bu nəqliyyat vasitəsinə sahib olmaq istəyən şəxslər hansı məqamları nəzərə almalıdırlar? İlk növbədə təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bu sadəcə yeni nəsil avtomobillərə deyil, bütün nəqliyyat vasitələrinin sürücülərinə şamil edilir. Həmçinin elektromobillərin idarə etməsi tam səssiz olduğu üçün sürücülər yollarda bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından bəzi məqamları nəzərə almalıdırlar. Tam elektrikli avtomobillər ani sürətlənən və tam səssiz olduqlarına görə piyadalar bundan xəbərsiz ola bilir. Bu, belə deyək də, piyadalar üçün yeni bir şeydir və bundan xəbərsiz olurlar. Ona görə yaxşı olar ki, ani sürətlənmədə və ya da hər hansı bir piyadaya yaxınlaşmada xüsusi ehtiyatda olsunlar. Həmçinin elektromobillər üçün ehtiyat hissələri seçərkən mütəxəssislərlə məsləhətləşməkdə fayda var. Bəs maraqlıdır, ölkəmizdə bir elektromobil üçün ehtiyac olan bütün ehtiyat hissələri varmı? Ölkədə bütün ehtiyat hissələri tapılması belə deyək də, artıq bilirik ki, modellər 2022-2023-cü illərdən ölkəmizə sürətli axın oldu və hələ də davam edir. Və nəzərə alsaq ki, bir 24-25-ci ilin modelinin %100 ehtiyat hissəsinin olması sual altındadır. Sifarişi zamanı da bu 14 və ya da maksimum 20 gün ərzində müştəriyə təhvildir və hətta daha çox, çünki bateriya təhlükəli yük hesab olunduğuna görə təyyarəyə qoyula bilmir. Amma başqa bir ehtiyat hissələri sürətli çatdırılma da ola bilir. Mütəxəssislər deyirlər ki, son bir ildə elektromobillərə maraq da artıb, tələbat da. Sözü gedən avtomobillərin idxal statistikası da belə deməyə əsas verir. 2025-ci ildə yanvar ayından avqust ayına qədər ölkəmizə 1418 elektromobil idxal olunub. Bu rəqəm 2026-dan etibarən, yəni belə deyək də, ƏDV-lər şamil olunduqdan sonra bu rəqəm 2026-nın ilk 6 ay ərzində isə artıq 1000 avtomobili keçib. Bu da bizə göstərir ki, əslində ƏDV əlavə olunsa da avtomobillərə olan tələbat azalmayıb. Ötən il elektrik mühərrikli avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirildi. Bu da ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədi daşıyırdı. Tətbiq olunmuş güzəştlərin müddəti də artıq bitib. Yəni müddət bitibsə bu zaman qiymətlər də təbii ki 18% civarında yüksəlib. Bu da bir qədər vətəndaşları belə avtomobil alıb almamaq haqqında düşündürür. Amma mən düşünürəm ki, gələcək elektromobillərindir. Ola bilər ki, yenidən bir daha belə bir güzəştlər tətbiq olunsun ki, insanlar yenə də həmin avtomobillərə maraq göstərsinlər. Ekspertlərin fikrincə güzəştlərin başa çatması elektromobillərin bazardan çəkilməsi anlamına gəlmir. Həmçinin ölkədə urbanizasiya prosesinin davam etməsi yeni ekoloji nəqliyyat vasitələrinə ehtiyac yaradır. Nigar Babayeva, Emin Tağıyev, Telesəhər. Heç bilirdiniz ki, mahnısı dillər əzbəri olan, illər keçməsinə baxmayaraq hələ də sevilən Tıxtı xanım, saçı uzun Suray xanım haqqında maraqlı faktlar var. 1974-cü ildə ekranlaşdırılan cizgi filmi uşaq yazıçısı Abdullah Şaiqin Tıxtı xanım nağılının motivləri əsasında çəkilib. Lakin kitabdakı sonluqla cizgi filmində gördüyümüz final eyni deyil. Bəs necədir? Gəlin həm əsl sonluğa, həm də finalın dəyişdirilməsinin əsas səbəbinə birlikdə nəzər yetirək. Azərbaycan animasiyasının ən sevilən klassiklərindən hesab edilən cizgi filminin orijinal nağılında Sıçan bəy sonda Tıxtı xanımın başını daşla əzərək öldürür. Lakin ssenari baxışdan keçərkən bu sonluğun uşaqlar üçün ağır olduğu bildirilir və dəyişdirilməsinə qərar verilir. Beləliklə, final təkrar fərqli yazılır və cizgi filmində Sıçan bəy quyruğunu ona uzadaraq sudan xilas edir. Əlini mənə bəstərəcək. Yox. Mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox. Mən səndən küstərəcək. Küstərəcək. Mən də sənə quyruq göstərəcək.
filmləri uşaqların psixologiyasına, davranışlarına və dünya görüşünə ciddi təsir göstərir. Həm müsbət, həm də mənfi istiqamətdə. Mövzu sırf psixoloji yanaşma tələb etdiyindən üz tutduq mütəxəssis rəyinə. Psixoloqlar deyirlər ki, uşaqlar nəzarətsiz qaldıqda istər xarici, istərsə də yerli cizgi filmlərini özləri seçib baxa bilirlər. Ona görə də burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Qorxular yaradan, psixoloji gərginlik, stress, depressiya, özünə qapanma, kəkələmə hətta yaradan, yəni problemli seçimlər var ki, verilişlər var ki, uşaqlar bunlara baxanda fəsadları böyük olur, travmaları böyük olur. Bu seçimlər necə olmalıdır? Ümumiyyətcə, uşaq düzgün cizgi filmi ilə böyüyərsə, nə gözəl. Həm intellektual inkişaf etmiş olar, həm faydalarını, həyat bilgilərini bilmiş olarlar, özlərinin davranışlarında düzgün seçimlərini etmiş olarlar. Şiddət ehtiva edən cizgi filmləri uşaqlarda aqressiya yaradır. Eyni zamanda belə animasiyalar balacalarda psixoloji gərginliyi artırır. Burada valideynin rolu nədir? Valideyn mütləq şəkildə uşağının internet, telefon vasitəsilə seçimlərini, izlədiyi cizgi filmlərini və yaxud da digər izlədiyi bütün kadrları izləməlidir və uşaqların yaş dövrünə uyğun olaraqdan inkişaf etməsi üçün olan düzgün filmləri seçməlidir. Bəs görəsən, bugün çəkilən cizgi filmlərinə necə nəzarət olunurmu? Ümumiyyətlə, son dövrlər hansı cizgi filmləri çəkilir? Mədəniyyət Nazirliyini, sonra Təhsil Nazirliyini cəlb eləmək istəyirik bizə ki, yəni bizdə animasiya inkişaf eləsin gərək. Oyla. Nəhayət neçə vaxtdan sonra keçən illəri bir maliyyə dəstəyi oldu ki, biz bir film çəkdik. Cizgi filmləri uşaqların yaşına uyğun seçilməlidir. Animasiyadan sonra hadisələr haqqında balacalarla müzakirələr aparılmalı, onlara izlədikləri cizgi filminin qəhrəmanları haqqında suallar ünvanlanmalıdır. Bu həm də uşaqların düşünmə, təhlil etmə qabiliyyətinin inkişafı üçün vacibdir. Unutmayın, başqasının həyətinə icazəsiz girmək olmaz. Al. Gülnar İlqar qızı, Elxan Novruz, Telesəhər. Beş yaşından kiçik uşaqlara əl çatan hissədə hər hansı bir ləpələrdir, çəyirdəklərdir, oyuncaq hissələridir, kiçik parçalardır. Bunların əl çatmaz hissədə yerdə olması lazım. Çünki uşaq 5 yaşından kiçik uşaqların xüsusilə sərt meyvələri udduğu zaman tənəffüs yolunda, qida borusunda qalma ehtimalı çox yüksəkdir. Düymələrdir, iynələrdir, maqnitlərdir, oyuncaq parçalarıdır, düyüdür qidalardan, lobiyadır. Bu kimi qidaların tənəffüs yoluna düşmə ehtimalı çox yüksəkdir. Və çərəzlər, ləpələrin də uşaqlara verilməsi 5 yaşına qədər heç tövsiyə olunan bir məsələ deyil. Ümumiyyətlə, bundan başqa bəzi elektrik isidiciləridir, istidici vasitələrdir ki, bunları da uşaqların əli çatmayan yerdə olmasını tövsiyə edirik. Davam edir, hörmətli telesəhər tamaşaçıları. Dünyada ilk dəfə hava haqqında məlumat televiziyada 1949-cu ildə təqdim olunub və o vaxtı şirkət rəhbəri işə gedərkən özü ilə çətir götürməmişdi deyə yağış yağmışdı və ondan sonra qeyd etmişdi ki, əməkdaşı var hər gün 1 saat elə hava haqqında məlumat ayırsınlar. Biz isə Təranəni eşidəcəyik, o bizə hava haqqında məlumatı çatdıracaq. Sabahın xeyir olsun Təranə, söz səndə. Sabahınız bir daha xeyir olsun. Mən gəldim bura. Əlbəttə, hava haqqında məlumatı tamaşaçılarımıza çatdırırım. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı da var. Mülayim şimal-qərb küləyi ara bir güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 27-30 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda ara bir yağış yağacağı da gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı da var. Bəzi dağlıq ərazilərdə ara bir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Hava küləklidir, amma əlbəttə ki, paytaxt Bakımızda hava gözəldir deyirik. Mən isə studiyamıza qayıdıram.
Bəli, səhərin bu çağında əlbəttə ki, əhvalımız biraz daha yaxşı olmalıdır. Bunun üçün elə Mozalan satirik kino jurnalı da var. Və bu dəfə biz Arayış adlı bir buraxışı təqdim edəcəyik hörmətli telesəhər tamaşaçıları və hər biriniz rahatlıqla məclis istirahətinizi təmin etmək üçün isti çay Azərbaycan televiziyasını izləyin və Mozalan növbəti buraxışını bizə təqdim edir. İzləyək. Şəhərimizin küçələrində yüzlərlə, minlərlə təzə minik maşını peyda olur. Bu həm də yüzlərlə, minlərlə sürücü deməkdir. Bəs sürücü olmaq üçün nə lazımdır? Əlbəttə ki, sağlam olmaq və bir də sağlamlıq haqqında arayış. Adicə tibbi arayış. Silah döyüşü. Gel yorum, gel. Sürücü vəsiqəsi üçün arayış. Geç otur. Geç, geç. Pisdir. Pisdir. Parmağıma bak. Yok əzizim. Yok. Ürəyimə daman düz çıxdı. Səndə çəpgöz deyə bir balaca meyil var. Necə? Bax, beləcə. Görəm o qədər də pis oğlan deyirsən. Gəl bir də yoxlayaq. 2, 5. Bəs ikisi bir yerdə? 7. Yox. 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 25. 25. Başa düşdü? Yox. Следующий. Mənə arayış lazımdır. Davay. Manat. Manatıyız. 2. Aha. 5. İkisi bir yerde. 25. 25. Malades. Sen çaldın, sürdün. Və viktorinamızı oynamağın zamanı gəldi. Çünki birinci mərhələnin qalibi artıq bəllidir. Elə onunla telefon əlaqəsi yaradacağıq. Və hazırda Gülnar xanım canlı, daha doğrusu elə telefon bağlantısıdadır. Eşidək onu. Gülnar xanım, sabahınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Necəsiz? Yaxşı, sağ olun. Siz necəsiz? Təşəkkür edirik. Biz də yaxşıyıq. Hardan belə sakit yığırsınız bizə? Yox, istəmiyoruz. İşdən. Müdürünüz deyəsən bilmir ki, telesəhərə baxırsınız. Yox, bilir. Laf gözəl. Bəli, siz birinci mərhələnin qalibi oldunuz Gülnar xanım artıq və elə bir daha sizdən eşitmək istəyərdik ki, söhbət hansı atalar sözündən gedir? Dost gəlişi bayram olar. Bəli, təbrik edirik. Birinci mərhələdən addımladınız. Gülnar xanım, ikinci mərhələdə də sizi çox maraqlı dəqiqələr gözləyir. Biz musiqiyə müraciət etmişik və hazırda bir musiqi parçası səslənəcək və qonqdan sonra dayanacaq. Siz sözlərini davam etməlisiniz. Əgər bacarsanız, Sey Mastercarddan 2 nəfərlik dəvətnamə sizindir. Hazırsınız? Bəli. Başlayaq onda. Başlayaq. Elək sahilim, dalğanın hər səsi, təzənin nəfəsi, səndən bizə söz açır. Gecələr ulduzum, gündüzüm günəşimsən, gözəl başı əzəlsən, bugün çox dəyişmisən, bugün başı gözəlsən, çox dəyişmisən. Və davamında nə deyir Eyüp Yaqubov? Deyir ki, qucaq açıb Xəzərəsən, dəyməsin heç nəzərəsən. Aha, dinləyək bir.
Məncə düzgün cavabı idi və biz biraz sizi intizarda saxlamaq istədik. Seni Mastercard'dan təbii ki 2 nəfərlik dəvətnamə sizindir. Təbrik edirik və beləliklə gedib rahatlıqla elə asta vaxtınızı gözəl və maraqlı keçirə bilərsiniz Gülnar xanım. Təbriklər. Bəli, bu günlük efirimizi yekunlaşdırırıq. Biz hörmətli tamaşaçılar, həftənin ilk günüdür. Əlbəttə, hər kəsə uğurlu həftə arzuluyuruq. Özünüzü yaxşı hiss etmək üçün idman da edin, gəzintiyə də çıxın, yaxşıca işləyin həm də. Və biz sağlaşırıq. Sabaha qədər deyirik. Sabah yenidən qarşınızda olacaq və 8-dən 10-a kimi çalışacaq ki, sizə müsbət enerji satacaq. Eyni zamanda bir sıra mövzulara toxunacaq ki, bizimlə bərabər siz də onları müzakirə edin. 050-245-37-17 bizim WhatsApp nömrəmizdir. Hələlik! Səndən ayrı yaşamadı başı canım.